Yazılar deməli gördüm yazanlardan biri yazır ki, sən bu Mübariz bəydən nə istəyirsən? Mən Mübarizin neye var ki, ne istəyək? Gətirsən qarşılığı qaytarsın. Bizim evdə çəkilişdə olanda. mən də burada həmin adamların birində nəsə cavab verib o birisinə cavab vermirdim ki, mənim məqsədim bura yəni təbii ki səndən qoşulmaqdır deyə istəyirdim sən qoşulasan ki biz Biz bərabər bərabər qoşulmuşam, səni gözləyirəm. Deyirlər Arzu orada canlıda. Təzdən dizi var buradan falan. axtarırdım ki sənə necə mən qoşulum və onu axtarırdım. Onu biraz əziyyət çəkdim də və o bəzilərindən də suallarına cavab birinə verdim, birinə cavab vermədim nəyə görə? Çünki gözləyirdim ki afət də gəlsin. Biz bərabər biz cavab verək. Birincisi mən Mübarizdən nə istəyirsiniz? Cavabı vurğuladı ki, nəyi var, nə istəyək. Yəni şəxsən mənim Mübarizdən mən heç nə istəmirəm, nə də fikrim də yoxudur. Mən Mübariz, əgər mən dava dalaşdan, qalmaqaldan hər zaman uzaq olan bir insanam, bunu hər kəs təsdiq edir. Bəli. Hə. Əgər mən qalmaqal eləmək istəsəydim, yəni qalmaqal eləmək, qalmaqalı istəyən bir insan, əgər mən olsaydım, mən həyatı boyu Mübarizlə qalmaqal etməzdim. Mübariz ən axırıncı adam olardı ki, Arzu onunla qalmaqal edir. Allah haqqı. Valla babuşu buradan salamlayıram. Pis fikirlə demirəm, qabağımda çörək var. Bu çörəyə and olsun, Allah and olsun. Dostlar, bax, bu çörəyə and içirəm ki, babuşu qızışdırmayın. Deyirəm, babuşla canlı. Sazmenləndir də. Mən sazmenlə niyə qalmaqal eləyirəm? Eləsən bir normal bir şou aləmində məndən dəqiq tanıyan ikinci bir adam yoxdur. Çünki mən sən yeganə insansan ki, mən sənin evə mütəmadi gəlib gedən adam olmuşam. Amma mən heç bir yəni bu sənətdə olan insanın nə evinə getməmişəm, nə bizə gəlməyib, nə mən getməmişəm. Yəni həmişə Səhərə qədər telefonla danışmaqlarımız olub, sirlərimizi bir-birimizdən bölüşmüşük. O sir də burada magiladır. Mənimki səndə, səninki məndə. Bəli. Yəni ola bilər ki, dostlar, biz aylarla danışmayarıq, amma ki danışmaq. Həmişə biz yarı bölmüşük. Deməli ona görə o Afət məni daha çox tanıyır, hər kəsdən fərqli olaraq. Afət bilir ki, yəni mən dürüst bir insanam. Mən yalandan heç kəslə səmimiyyət quracağam. Hətta mən bir insanı zəhləm də getsə bir tər yola verə bilərəm. Arzuda o da yoxdur. Həmən bildirəcək. Yəni o qədər dürüstlü ki. Deməli, dostlar, burada yadıma indi efir deyil də, yəni özümüz üçün rahat danışırıq. Bir dəfə bir verilişə gedirdik. O verilişdə bir bölgədə çəkdik.